Sosial şəbəkələrdə Balerino Capuchino, Bombardino Crocodilo, Lililaria kimi personajlara çoxunuz rast gəlmisiniz. Uşaqlar bu fiqurlara o qədər alidə olublar ki, demək olar ki, dillər əzbərinə çeviriblər. Amma bunlar göründüyü qədər məsum deyillər. Əslində bu cür animasiyaların arxasında aqressiya, şiddət, hətta dini dəyərlərin inkarı, cinsi mesajlar və istismar kimi təhlükəli alt mənalar gizlənir. Bir çoxumuz isə bundan xəbərdar deyilik. Bəs görək valideynlər bu haqda nə düşünürlər? Bu mövzudan nə dərəcədə xəbərdardılar? Ətrafınızda olan uşaqlarda bu personajları izləyibdən sonra davranışlarında, psixologiyasında dəyişkənlik gördüyünüz olubmu? Bəli. Heyvanlara da başqa cür yanaşırlar. Yolda kirpi görürlər, onu belə yandıra-yandıra öldürürlər ki, nə olacaq? Onsuz da videoda elə də adi bir şeydir. Adiləşdirirlər hər şeyi. Kiçik yaşlardan bunları belə görürlər deyə artıq düşün. Böyüklər də elə eləyir. Yəni buna yaşlarınızdan da rast gəlmisiniz. Aha, bəli. Burada ola bilər ki, psixoloji olaraq, mənəvi olaraq zorakılıqlar var. Yəni istər-istəməz uşaqların deyir ki, məsələn, önəmli olaraq uşaqların oxuduğu kitablardan tutmuş, izlədiyi filmlər, cizgi filmləri, animasiyalar ümumiyyətlə insanların psixologiyasında çox fərqli yer tutur. Ona görə şiddətdir, zorakılıqdır, psixoloji tacizdir. Yəni uşaqların onların o qavramasını götürməsi, oradan baxaraq istər-istəməz digər öz sinif yoldaşlarına da qarşı yəni bullyinglər, slut shaminglər edə bilər.